10 yaşında Cəllabadın Ucqar kəndindən boksun ilk məşqlərinə qatılan Əhəd Həmzəli bu gün artıq nüfuzlu Fight Night liqasının Asiya turnirinə hazırlaşır. Əvvəlcə Cəllabad boks məktəbində formalaşan, daha sonra boks və kickboks döyüş növlərinin birləşdirildiyi turnirlərdə iştirak edən müsahibimiz sözügedən turnirin ən yüksək mükafatını Azərbaycana gətirəcəyini bildirir. Türkiyədə Türk yerli boksuna qarşı vuruşduq. O da Almaniyada qalibiyyəti olan bir boksçuydu. Şükür Allaha qalibiyyət oldu. Knockdown'a da salındı. Qalibiyyət oldu. Növbəti uğurumuzu qazandıq. İnşallah ki, bundan sonra da bayrağımızı dalğalandırmağa inşallah ki, bütün cəhdlərimizi göstərəcəyik inşallah. Ən gözəl, ən elə qürur verici, ən gözəl his yarışda bayrağımızı dalğalandırmağımızdır. Bütün gücümüzlə də bundan sonra da inşallah çalışacağıq ki, hər zaman bayrağımızı dalğalandıraq və vətənə çempionluqla qayıdaq inşallah. İnşallah ki, bir döyüş sonra da kəmər döyüş olacaq, Asiya kəməri. Bütün hər kəsə minnətdarlığımı bildirirəm, dəstək olan hər kəsə. Buradan da mənə öz yarışımda, öz yarışa hazırlaşmağımda mənə dəstək olan hər kəsə minnətdaram. Buradan şəhid ailələri dəstək oldular, minnətdarlığımı bildirirəm. Türkiyə Peşəkar Boks Komissiyasının dəstəyi, TJ Promotion'un təşkilatçılığı ilə İstanbul şəhərində baş tutan TJ15 Fight Night liqasında 7 ölkədən 24 idmançı mübarizə aparıb. Həm yerlimiz Əhəd Həmzəli döyüşdə Türkiyəli boksçu ilə üz-üzə gəlib və döyüşdə qalib olaraq professional boks karyerasında rekorduna daha bir qələbə yazdırıb. Həmçinin onu da qeyd edək ki, Əhəd Həmzəli Asiya titulu uğrunda kəmər döyüşünə vəsiqə qazanıb. Yəni mənim oğlum bugünkü gündə neçə illərdir bu idmandan əl çəkmir və onun bugünkü gün Türkiyədə, başqa ölkələrdə bizim bayrağımızı ucaltması mənim üçün qürur vericidir, fəxr edirəm. Elvin Qudratov, İlqar Mustafayev, bugün informasiya proqramı üçün.